Əziz izləyicilər, bu sual yenidən qəbul imtahana düşə bilər. İti bucağı, bucaq A bərabərdir alfa. Qeyd edirəm A və alfa. Olan düzbucaqlı ABC üçbucağının AB hipotenuzu. Bura qeyd edirəm o zaman B, burada olacaq C. AB hipotenuzu BC katetindən keçən müstəvilə B bucağı əmələ gətirir. Yəni bu bucaq betadır. Qeyd etdim. Bizdən AC katetinin bu müstəvilə əmələ gətirdiyi bucağın sinus soruşur. AC katetinin oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucaq olsun, tutaq ki, fi. Bizə həmən bucağın sinusu lazımdır. Yəni sinus fi lazımdır. Deməli, mən AB hipotenuzunun uzunluğuna x qeyd edirəm. İndi diqqət etirin, bu gördüyümüz düzbucaqlı üçbucağa. Sinusun tərifini əsasən qarşıdakı katetin hipotenuza nisbəti sinusu verməlidir. O zaman bu da olsun h. AH-ın uzunluğu olmalıdır. X vurulsun sinus beta. Doğrudan da qarşıdakı katet, yəni x vurulsun sinus beta'nı x-ə bölsəm, x-lər gedəcək, elə sinus beta qalacaq. Və diqqət edin buradakı düzbucaqlı üçbucağa. Deməli, bitişik katetin hipotenuza nisbəti kosinusu verəcək. O zaman bitişik katet, yəni CA-nın uzunluğu olacaq x vurulsun kosinus alfa. Doğrudan da əgər biz bu kateti hipotenuza bölsək, x-lər gedəcək, kosinus alfanı vermiş olacaq. Bundan sonra diqqət etirək buradakı düzbucaqlı üçbucağa. Burada qarşıdakı katet var, hipotenuz var. Yenə həmən bucağın biz sinusunu tapa bilərik. Yəni sinus fi bərabərdir. Qarşıdakı katet x vurulsun sinus beta bölünsün hipotenuz x vurulsun kosinus alfa. X-lər də buradan x-a gedər. Qalar sadəcə sinus beta bölünsün kosinus alfa. Düzgün cavab C variantı.